Allah sənə təvəkkül. Mənzələ palanda uzan. Haçxam, Allah qonaya. Xanım, xətti vahiddə şumarəzi veriblər. Valla, qızın şumarəsini hər yerdə verərlər da. Hələ acığına da gəlir. 4 bacıdılar. Haçxam, neçəsini vermirsən? Heç birin. Biraz elə çoxluqsuz bax. Biz bir dənə axtarıq. 4 bacıdılar. Bilməmişdim, hansını ərə verəndə söz danışmasına, ərdinə, cəşinə, toyuna, təvəllüdünə gərək libas alasan, kado verəsən. Bunların hamısının xərci var. Yazıq baba. Müzahim oldum ha. Xanım qızın qəddi nə qədərdir? Metr yarım, bizim olan 190'dır. Heyf, hər şəraitimiz cür gələn idi. Kaş qız bir çərə çox olaydı. Dihtəban girən, Haçxam hər yerə dihtəban girmək olmaz ki. Dihtəban girən, o da bir xəş. Deyirəm Haçxam, bəşliyin ha, qızın babası nə karədir? Dövlət mənzil hardadır? Qız şağildir, ya xanedardır? İş yerində kişi də var. Xanım qız nə həddə köhdür? Bala bu iş özün dəbərdənməz qalsın nə ev işi görən. Deyirəm Haçxam, rəsmidir ya qərardadıdır? Yo, biz rəsm axtarıq, bəşliyin. Əvvəldə oğlan da gəlsin. Axı Haçxam, icazə verin məndən bacıları gəlsin. Əgər səlah oldu, oğlan da gələr də. Valla şu mağara qutuldu. Olmasa doğum geyimcinə bazaqda. Bismillahirrahmanirrahim. Allahu la ilahe illahu vel hayyul qayyum. Allah qonaya. Qız müəllimdir. Deyir, qız müəllimdir. İməsi də var. 3 ay yayı da hüquq alar. Eviz həyətdir, ya apartmandır? Bəli, Haçxam, bilirəm bunqaha zəh vurmamışam. Yo, bizim olan işi yoxdur, bəli, bətər baş aşağıdır. Haçxam, büyünə vaxt versəz, biz axşam sabir müzahim olduq. Qız gələcəkdən biz eşkə. Özün biləsən, dişlərin xərsi düşəcək başlığa. Qoy dişlərinə baxdırsın sonra. Güzəşt edin, biz bir ay sonra müzahim olduq, bəşliyin. Mərasim nəzdə ağa xanım qarışıq olmasız? Vaxsey, vaxsey. Ahirət zamandır. Xanım qızın həmşirəsi də var. Yo, bizim oğlan elə bir bacanaqdan xoşu gəlməz, ona görə soruşuram. Bir daha gərdəş var, desəz orada qoyuq behsistiyə. Qız gərmayidir, sərmayidir. Xanım qız vasfası dəri. Yo, ayrı aparmayacaq, gətirəcək öz yağımıza. Valla, ehsas edirəm elə bir qolay bu pehenlu cür bizlə babidilər. Mənzilə pehenlu. Qızı və hələ verməmisən? Haçxam, mənə bir daha vaxt ver da. İcazəzinlə bizdə rəsmidir, qız görüşünə gələndə bir əlimizdə tövbə gətiririk. Valla, pənşənbiyə vaxt aldım. Görəsən Allah, qızın əndamı bu cür olacaq. Mən bunu bir onun əynində görəydim. Səlamət olasınız. Haçxam, Haza Pehinlucil nə cürdülər? Bizim oğlan xalasıdır. 150 metr olar. 200 metrdən çox oxşur. Maşinidir. Qız elə bir dəsbafdır. Bəşliyim. Qız əbrişəm qıxlıqdır. Müzahim olduq, güzəşliyim. Qızın mahvarədir. Ha, mahvarədir. Vaxsey, bunlar nə cür namaz qılırlar. Deyirəm xanım Pehenlu, necə qar yağmır. Qədim bu cür dədir ki, buracan qar yağardı. Bax, bax bu fiyə. Məsələlər hamısı gümüşdür. Bəli, necə gümüş yağ qarmır. Bacı, Bəli. deyirəm əgər çay kamil içdim, yana qızı bəyənməmişəm, ha dururuq. Əgər yarımçılıq içdim, yana bəyənməmişəm. Xanım Pehenlu, xanım qız, ha vaxt təşrif gətirəcək. Qız gəldi, qız gəldi. Bəh, doğudan bəh. Nə gözəl çaydılar. Nə əyanı fincanları var. Maşallah. Fətəbarəkəllahu əhsənul xaliqin. Qızım, bir də məndən sənə vəsiyyət, ha vaxt mecmeyə çay gətdin birinə, istikanın qırpın qonağa tərəf tut. Qızın biləklərin cürcündə. Bütün qızıl idi. Xanım Pehenlu, icazənizlə biz xanım qızı bir ölç-bilç eləyək. Bismillah.
Vəzn 132 kilo 500. 62 kilo 100 gram izafəsi var. Elə bir saat idi. Yaz doğru şəkəm yarım met 4 qarış. Doğru basəm 1 met 3 tərə. Doğru topuq 40 sant. Qız o gözündəki ət xalıdır. Yo, elə bir itdirsədi. Biraz da özü səpkillidir. Yazıq bacı oğlum, satdığın verəcək kerem pudra. Xanım Penlu, xanım qızın fəzai məcazda səfhəsi var. Safəsinin adı nə mənədir? Pehen Lifestyle. Xanım qızın fəzai məcazda səfhəsi var. Safəsinin adı nə mənədir? Pehen Lifestyle. Qız bu sənsən. Sən busan. Bu odur. Axı çox fərq edir. Bu ən saxlayacaq ya peyc oynadacaq. Xanım Pehellu, necə zindicanlıqlar girib quşiyə? Cəmaatın otduqları, durduqları, yedikləri hamısı quşudadır. Yo, bizim olan o cüzatlarda yoxdur. Elə bir də şumarı tub zəhvırmağa başarır. Qızım, bayaq əzr elədi. Həmişə kaç səncalan dəstərsən, qonağa tərəf tut. Bəxtəvər olasan. Qız iş bunlar, qonaqdan ötürü özlərini yıtmırlar. Cəməni 2 qələm meyvə qoyublar. Meyvələr də kiçikdir. Allah'tan ötürü bir dənə acil qoymayıblar. Onda ki hamı sakitdir, elçilər çay içirlər. Deyirəm xanım Pehello, evizdəki yox Dərbəndin dibindədir. Bu buruq-buruq tüsələr nəzücüyəsiz gələsiz. Ev eşikdə hamısı özününküdür. İcarəsiz? Yanasan ayda da hey, yasan ayda da hey, kasıbın bağrı. Açxam, Allah qonağıyam. Tasıva gecəs şumarı aldın. Güzəşdənin qız namaz qılandı. Dey namaz qılsa namaz namlayacaq sənin oğlu var. Necə yəni xanım gələr əv evində qılar. Olmaz ki, qılan olsaydı elə əvvəldən qılardı. Tisarətən dövlət mənzilha tərəfdədir. O məntəqədə yerin metri neçə olur? Bəs qız özü müstəqillidir. Elə bizim oğlan da müstəqillidir. Nə mən, nə babası. Oğlan işlərində dixarət eləmərik. Amma bu da deyim ha, heç işində mənsiz görməz. Bizim oğlan bir danadır. Niyə bir dana olmasın? Bax buna bax, deydə nənə qocananda düşər bunun başına. Cəmaq gör haralara fikirləşir. Gözəl maman evdə. Allah qonağıyam. Ha vaxt gəlirik. Neysə soğuşmamış əl çəkməyici durun gəlin. Haçxam, icazə buyursaz, mən bir babası ilə fikirləşim sizə zəhmrim. Xudahafiz. Gör nə ərə vermə tələsirlər. Bəli. Haçxamış, mən babası ilə danışdım ki. Qızız danışçı dəri. Yo, biz danışçı axtarmırdıq. Hələ hansı danışqaqda oxur. Danışqaha azad. Şuran vəziyyətində tərifləmirlər. Bizim oğlan da lisansıdır. Danışqah azadda lisansı tənzimi cəmiyyəti var. Qız dostbaz zat dəri. Ax bizim oğlan o cüzatlara biraz həssasdır ona görə. İcazə buyursaz oğlan cep dostları ilə Şahgölüyə gəlsin, mən ondan danışım sizə xəbər verim. Şumara qutuldu. Deyirəm salıram çıxıram. Elə bizim babamız o Pehenlu gildi. Nə olar icarən işin olanda. Əlu xanım Pehenlu, əkiyəm Allah qonağı. İstəyirəm bir şeydə qeyin qudamına muzahim olan biləcəm. Xanım Pehello, güzəşt eləyin da. Valla həmə düşdü cəncə, bir də düşdü məhəlləm səfərə. Da bizim dubara gəlməyimizə biraz fasilə düşdü. Bizim oğlan əmmələrdir. Oğlan bala əmməsi, baləcə xam. Oğlan böyük əmməsi, böyük xam. Oyuna kurban desin, anneler, oyuna. Racin neynirlər. Allah səlamət eləsin. Mənim məxsus səlamımı buyurun xidmətlərinə. Haçxan, bəşliyinə, mən də dəstəmazımı zorundan saxlamışam. Durum namazımı qılım gəlim. Bizim bu böyük xanım bizlərə həssasdır bu cüzatlara. Dedin qızın neçə yaşı var? Bala xanım 29 yaşı vardı. Görəsən buradan niyə ərə getməyibdi? Eyvah, biz neyniyək bala xanım? Hər ən bir qismət vardı, gözdə soğuşasan, acıqlana gələr. Mənlə oğlanın əmmələrinin neçə dənə söhbəti var, icazə versəz, onları mətrəh eləyək. Deyin xanımın adı nə mənədir? Xanım Pehenlu. Xanım Peynirli.
Xanım Peynlu, bizdə rəsmidir. Bir aydan çox namizəd qalmazlar. Heç mən özüm var. Mənim heç bir ay çəkmədi. Də gözümü açdım, yumdum, gördüm ər evindiyə. Ta namizəddilər bizim xanivadədə oğlan qıza heç zad alınmaz. Bəli. Ulan dəsturla ağırdı. Bürxam onu da gözümü saxlaşdırdı. Oğlan babası icazə verməz. Çə qız, çə oğlan ta namizəddilər bir-birinin evində qalsınlar. Cahaz ki qız gətirəcək, gərək markidar ola. Biri mən özüm var. Tamam cihazım Panasonic-dən nasional idi. Yaxcəlimdə azmayış idi. Hələ sonra çöndərdik ərz aldı. Güzəşt eləyin, ha, bir də bizim rəsmimizdir. Qız əvvəldə içir qeyinqudanla yaşayır. O cür deyil. Bəli, Hacı xanım. Xan beylim, mən özüm 5 il bunlarla yaşamışam. Qız mən özümü saxlayan birəm. Vay böyük xanım, sən Allah 2 dəqiqədə özünü saxla da. Bizim tayfada rəsmidir. Qız gün batmamış gərək evdə ola. Bizim xanivadədə taza gəlinin ləmsi quşsu olmaz. O cürdür. Bir də onu deyim, ha, qız gərək bizə yarımcı uşaq gətirə. Mənzur yarımcından 6 danadır. Bunlar 3 qız, 3 oğlan söyərlər. Qız məni yaxalardı hada, mən özümü saxlaya bilmirəm. Xanım, sən Allah bizi işlə. Xan peyonu dəstuya hayandadır. Uşaqların da adın qeynanta intiqab elər. Yəni oğlanın dədəsi. Oo, biz nə dedik ki?